Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, gəlmişik yenə Elçinin yanına. Badamdarda yox. Səbahi rayon Badamdar qəsəbəsi 3-cü massivdə. 31 nömrəli marşrutun düz dayanacağının yanında. Gözəl bir havası olan, demək olar ki, Bakı şəhərinin ən hündür ərazilərindən birindəyik. Xəzər dərinizində görüntüsü olan bir ərazidə. Geniş, böyük bir parking sahəsi, asfalt küçəsi olan bu ərazidə sizə 2 ev təqdim edirəm. Baxın, bax buradan. Amma evin birinin təqdimatını ümumi eləyəcəm. 4 sotdan çox torpaq sahəsində inşa olunub. 1 ev, 2 ev. 1 mərtəbə, 2, 3, 4 mərtəbədən ibarətdir. Evin daxilində 8 otaq, saunasından tutmuş, 2, 3 mətbəxinə qədər hamısı var. Təmiri çox xoşuma gəldi. Evin iç təmiri. Onu da sizə deyim, evin həyətində hovuz və söhbətgah da inşa olunub. Çox qəşəngdir. Hər birinin qiyməti start olaraq bugünkü gündə 680 min manatdır. Onu da deyim ki, biz Badamdarda yox. Yəni qiymətlər, burada bilirsiniz ki, torpağın qiymətləri çox bahadır. Hal-hazırda 3-cü massivdə torpaqların qiyməti 50 mindən yuxarıdır ki, aşağı deyil. Gəlin keçək evin daxilinə, həyətinə. Buyurun. Evin ümumi giriş hissəsidir, həyət hissəsidir. Burada 2 və yaxud da bu tərəfə də dönsə 3 maşın saxlamaq üçün nəzərdə tutulmuş bir yer var. Ümumi giriş hissədir, evə ümumi giriş qapısıdır. İndi isə biz keçirik evin arxa hissəsinə. Arkada nə yerləşirsə onu sizlərə təqdim edeyim. Sonra keçəcəyik evin daxilinə. Hələ evin daxilinə də Elvin arxadan keçərik. Sonra buranı göstərərəm mən. Burada yarı zirzəmi otaqlar var. Çox qəşəng təmirli, saunası, mətbəxi, qəşəng dizayna malik olan bir təmiri var. Qiyməti maşallah. Mən baxdım, əvvəl dedim ki, bahadır, amma yox. Məncə baha deyil. Həm dəyər, Badamdar üçün dəyər. Burada yaşıllıq falan az eləyiblər. Yolka ağacların vəbşi buradan, şam ağaclarını çıxartmaq lazımdır. Buranın qəşəng bir yaşıllıq əkib, tam mərkəzə gül çiçək əkib, o hamısından yaxşı olar. İnanırsınız? Və yaxud da bir dənə də mərkəzə palma ağacı, Mərdəkan kimi abi, zeytun ağacı əksin, lap super olar. Burada həyət üçün nəzərdə tutulmuş yayğış mətbəxi inşa olunub. İçərisi təmirlidir, döşəməsi isti döşəmədir, mətbəx mebeli falan heç nə yığılmayıb. Həyət üçün nəzərdə tutulmuş burada sanitar qovşağı var. Burada da ki filtrli hovuzdur. 3 metrənin 6 metrəyə olan filtrli hovuz. Üstü belə bağlanıb gün dəymək üçün, gün dəyməmək üçün həm kölgə, həm də isti olsun. Əzizlərim, baxın, bax ev ikisi də bir daha söyləyirəm, eyni adamındır. Evin daxilində qardiroblar, kondisionerlər, hamısı yığılıb hazırdır. Gəl Elvin, bax buradan deyirdim. Buradan elə birbaşa evin içərisinə daxil olaq. Sənədlər qaydasındadır. Qaz, işıq, su, internet, hamısı çəkilib kupçadır. Torpağın da evin də kupçası var. Evin ümumi yaşayış sahəsi 500 kvadratdır. 500 kvadrat. Gəl Elvin, gəl. Bax, mən arxa hissədən evin içərisinə daxil oldum. Hansı ki hovuz hissəsində. Burada belə bir zal var. Geniş, böyük bir. Kim istəsə özü üçün istənilən təyinatda eləyə bilər. Mən düşünürəm ki, buranı idman salonu, istirahət güşəsi eləmək olar. Bu evin texniki otağıdır. Baxın, burada 2 dənə kombi qoyulub, boiler sistemi, bütün mərkəzləşdirmə, mərkəz texniki otaq burada yerləşir. Bir daha söyləyirəm, bura evin yarı zirzəmisidir. Bura evin yarı zirzəmisidir. Pilləkən qəfəsidir. Burada bax, gördüyümüz kimi mətbəx yığılıb, əsas mətbəx otağı yuxarıdadır. Soyuducu qoyulacaq. Bura sauna və sanitar qovşağı. Bir böyük ailənin yaşaya biləcəyi evdir. İnanırsınız, hətta burada 2 ailə də yaşaya bilər. Çünki yataq otaqları evəcə çox böyükdür. Çox. Burada hətta 2 ailə belə yaşaya bilər. Elvin, qalxaq yuxarı, ümumi giriş qapıdan da yenidən başlayaq. Müştərilərimiz bilsin ki, ümumi giriş qapı haradır? Biz istirahət güşəsindən, hovuz tərəfdən hara girdik? Evin yarı zirzəmisindən biz qalxırıq 1-ci mərtəbəyə. Evin, villanın ümumi giriş qapısı. Əzizlərim, baxın, birbaşa həyətə çıxan qapı, seyf qapı, ümumi giriş qapısıdır. Burada divanın içərisində dolab yığılıb, qardirob kimi, sağ tərəfdə mətbəx otağıdır. Mətbəx otağında sobalardır, qaz sobasıdır, hər şey qoyulub. Burada da mətbəxin içərisində soyuducu qoyulub, paltar yuyan maşında gəlib yerləşdirəcəklər inşallah. Kondisioner də ki var.
birinci mərtəbənin ümumi sanitar qovşağı. Balaca və bura üçün nəzərdə tutulmuş. Bura isə qonaq otağıdır. Geniş, gözəl bir qonaq otağıdır. Burada divar kağızlarına baxdım. Eləsində var sədəf boya var, eləsində də var divar kağızı ilə işlənilib. Döşəmə qəşəng, bahalı laminat vurulub, isti döşəmədir. Kondisioner də qoyulub. Əzizlərim, birinci mərtəbədən təqdim elədik. İndi isə qalxaq ikinci mərtəbəyə. Gəl Elvin, pilləkən qəfəsi ilə qalx ikinci mərtəbəyə gəlim. Onları da təqdim eləyək. Elvin, bu nə boyda evdir, maşallah. Üçüncü mərtəbə, düzdür? Yarı zirzəmi bir mərtəbə, üçüncü mərtəbə. Sağda yataq otağı, divarın içərisində dolab yığılıb, yataq otağının daxilində sanitar qovşağı və ön hissəyə baxan görüntünü. Oy, 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 dənizə birbaşa görüntü. Xəzər dənizi necə görünür buradan, maşallah. Neynə? Gəl. Kondisioner qoyulub. İki yataq otağının özünün sanitar qovşağı olmalıdır. Var, yazmışam bayaq. Bu yataq otağı da buradan da həyətə dənizə görüntü olmalıdır. Bura Batandartda da bilirsiniz. Batandartda torpaqlar baha olduğu üçün hamısı aşağı balaca sotların içərisində inşa olunur evlər. Qiymət 680 min. Mən yenə deyirəm. Əvvəl dedim ki, bahadır. Sonra evi gəzəndən sonra evdə bu boyda abiyon, tikinti, monolit beton, yəni bu keyfiyyətdə ev tikilibsə, bunun qiyməti 680 min məncə yaxşıdır. Əlbəttə ki, endirim də olunacaq. Bu da ikinci mərtəbənin ümumi sanitar qovşağıdır. Burada baxın, belə bir güşə var. Burada isti su, soyuq su, kanalizasiya xətti çəkilib. Kim istəsə balaca bir mətbəx yığa bilər. Bu da yataq otağıdır. Yenə yataq otaqlarının içərisində yenə deyirəm, bütün kondisionerlər və qardiroblar yığılıb divar içi. Baxın, bütöv olaraq divardan o divara qədər boya-boy dolab yığılıb. Buradan da kiçik bir ikinci mərtəbənin eyvanı var. Yenə deyirəm, evlər deyərsiniz bir-birinə baxır. Burada belədir. Batandart belədir. Baxın, hündür düz oradan bura qədər bütün evlər bir-birinin içərisindədir. Torpaq baha olduğu üçün. İndi isə qalxaq dördüncü mərtəbəyə. Mansard istəyə. Elvin, yorulmadın? Maşallah. Bizim işimiz budur. Ancaq çəkib paylaşmaq. İzləyicilərimiz baxsın. Dördüncü mərtəbə. Mansard istə. 500 kvadratlıq bir evin. Burada yerləşən kiçik bir ayaq yolusu. Sanitar qovşağı. Yenə deyirəm, o üçüncü mərtəbədə olduğu kimi burada da belə bir yer var. Soyuq, isti su, kanalizasiya xətti çəkilib. Siz bilirsiniz ki, Batandartda demək olar ki, hər yerə kanalizasiya xəttləri çəkilib, şambol məsələsi burada yığılışıb. Mansard hissədə olan bir yataq otağı, sanitar qovşağı, bir dənə də geniş, böyük bir yataq otağı təqdim edəcəm sizə. Bu da geniş, böyük bir yataq otağı, kondisioner qoyulub, ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Elvin, gəl buradan görə bilirsən, haram görürsən. Pərdəni çox qaldırmayacağım. Buradan bütöv görünür. Əziz və dəyərli izləyicilərimiz, bu evi sizə təqdim elədik, amma yoruldum. Doğrudan deyirəm, yoruldum. Həyəti, hələ mən bundan əlavə olaraq bir dəfə, iki dəfə də çıxıb qalxmışam buranın tanış olmaq üçün. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün, bizi izləməyə davam edin. Batandartda sizə nə lazım olsa, mənlə əlaqə saxlayın, mən sizi yönləndirim bizim əməkdaşa, elçinə. Gəlin bura, görüşün, bu bazarda nə varsa sizə göstərsin. Bəyənin, danışın, alın, yaşayın. Şəhərə ən yaxın bir ərazi. Badamdar qəsəbəsi, Səbail rayonu. Təşəkkür edirəm sizə.